Ramiz Mehdiyev və Hacıbala Abutalıbovla bağlı çox maraqlı mövzuya toxunubdur. Xalq artisti Şeyx Əbdül Mahmudov, Şeyx Əbdül deyir ki, Hacıbala Abutalibov mənə dedi ki, Ramiz Mehdiyevlə münasibətləri düzəltməsən nə olacaq? Ramiz Mehdiyevin mənə vurduğu ziyan həm mədəniyyətimizlə, həm də şəxsən özümlə bağlıdır. Həmin dövrdə aktiv ideoloji işlərlə məşğul olurdum. Vaxtilə ATV-də Klassik İrsimiz adlı məşhur verilişin həm müəllifi, həm də aparıcısı idim. Verilişdə alimlərlə mədəni milli tarixi irsimizi müzakirə edirdik. Haqq səsimizi çatdırırdıq. Beynəlxalq yayım xətti ilə veriliş bir çox ölkələrdə yayımlanırdı. Erməni alimlərin tariximiz, abidələrimiz, irsimiz barədə uydurduqları yalanlara, faktlar, dünya alimlərinin arxiv sənədləri əsasında düzəlişlər edirdim. Ramiz Mehdiyev isə mənə dəfələrlə xəbərdarlıq etdi ki, sən milli qarşı durma yaratmışsan, biz ermənilərlə barışığa gedirik. Dedim, mən erməni ilə barışığa gedə bilmərəm, erməni mənim babamı süngü ilə Şamaxıda öldürüm. O vaxtlar bizə qəribə gəlirdi, amma sonra məlum oldu ki, sən demə, Ramiz Mehdiyevin ermənilərlə ümumi yaxınlığı var imiş. Bu sözləri Pravdazı açıqlamasında xalq artisti Əbdül Mahmudov deyir. Studiyanın direktoru dedi ki, bir həftə vaxt veriblər, ya veriliş dayanmalıdır, ya da sən işdən çıxmalısan. Ərizəmi yazdım, dedim ki, gözüm üstə. Televiziyanın sədrini də, məni də işdən çıxartdılar, verilişi bağladılar, kitab nəşrimi də dayandırdılar, hamısını edən Ramiz Mehdiyevidir. Ramiz Mehdiyevin Azərbaycan tarixinə, milli mənəvi dəyərinə, maddi mədəniyyət nümunələrinə vurduğu konkretdən söhbət gedir, konkret ziyandan söhbət gedir. Bu adam açıq-aşkar ermənilərin mövqeyini müdafiə edir. Ramiz Mehdiyevin vəzifədə olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov mənə demişdi ki, sənə pul verəcəyəm. Heydər Əliyev haqqında film çəkərsən. Hətta görüşüb razılığa da gəlmişik. Heydər Əliyev dünyasını dəyişəndən sonra isə dedi ki, pulum yoxdur. Mənim də müsahibələrim birində dedim ki, Hacıbala bəsləyirdin, hər gün dədəmin, yəni Heydər Əliyevin məzarını silib, süpürüb, qucaqlayıb, sonra isə işə gedirəm. Heydər Əliyev vəfat etdiyi 3 aydır, Fəxri Xiyabanda maraqlandım. Dedilər ki, Hacıbala Abutalibov bura gəlmir. Deməli, sən riyakar və satqınsan. Müsahibəmdən sonra mənə zəng elədi ki, gəl görüşək. Ramiz Mehdiyevlə münasibəti düzəltməsən, heç bir məhkəmə qanununu qəbul etmirəm. Məhkəmənin qəbul etdiyi kağızları zibil qutusuna atıram. Hacıbala Abutalibov mənim dədə-baba mülkümü uçurub. Bunu dəfələrlə müsahibələrimdə demişəm. Abutalibov dedi ki, bizim sahibimiz Ramiz Mehdiyevdir. Sənə ev versəm, mənə baha başa gələr. Konstitusiyada qanun var. Məhkəmə qətnamələrini icra etməyən dövlət məmurları 3 ildən 7 ilə qədər həbs edilməlidir. Mən isə bu günə kimi işsizəm, ancaq verilişlərdə iştirak edirəm. Uşaqlarımı da işdən çıxardılar. Ramiz Mehdiyevin məhkəməsinə məni də dəvət etsinlər. Onun Azərbaycan mədəniyyətinə, kinosuna vurduğu ziyanla bağlı konkret faktlarla açıqlama verim. Hacıbala Abutalibov da çağırılsın, cəzalandırılsın. Villalarından birini mənə təhvil versin. Onun İlisuda milyonluq 2 villasını görmüşəm. Ya da şəhərdəki evlərdən birinin açarlarını versin. Yoxsa məcbur olacağam yenidən məhkəmələrə müraciət edim. Hələ də Karston kimi Krişada yaşayıram. Ramiz Mehdiyevin villalarından birinin açarını alıb mənə versinlər. 4 otaq istəyirəm. Halal haqqımdır. Xislətində xəyanət olan insanlar hamını satarlar. Satqınlıq yolu isə özünə karyera quran insanlar əsl satqındırlar. Lakin elə demək lazımdır ki, adamlar da onun tapşırığını icra edirlər. Elə etmək lazımdır ki, qurunun oduna yaş yanmasın.
Mehdiyevin əlində səlahiyyət olur, günahsız adamlar da onun tapşırıqlarını icra ediblər. Nə etsinlər? Kimin alına gələrdi ki, Mehdiyev satqındır. Ramiz Mehdiyevi qorumaq lazımdır ki, ona qarşı hər hansı təxribat olmasın. Çünki əlində xeyli material var, çox şeylərin üstü açılmalıdır. Daxili siyasətimizdən başqa xarici siyasətimizdə olan xəyanatlar da açılmalıdır. İçimizdə olan 5-ci kolon ifşa olunmalıdır. Buna görə də bütün həqiqətləri ortaya çıxarana kimi Ramiz Mehdiyevi qorumaq lazımdır. Onun təhlükəsizliyi təmin edilməlidir, xalq artisti bildirib. Əziz dostlar, bu yaxınlarda Fəzail Ağamalı da dedi ki, bəs onu öldürə bilərlər türmədə, hansısa bir məhbusa həbs verə bilərlər, nə edə bilərlər? Yəni, həqiqətənmi belə bir ciddi problem var və əziz dostlar, demək, keçmiş nazir çox sərt ittihamlarla Ramiz Mehdiyevi tənqid edir və birbaşa deyir ki, sabiq nazir deyir ki, Ramiz Mehdiyev ermənilərə işləyirdi. Firidun Cəlilov bunu deyir dostlar. Sabiq nazir deyir ki, Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu onun ermənilərlə əlaqələrinin mənbəyidir. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Çox belə net açıqlama verib. Demək, Vətəninfo aza açıqlama verən sabiq Azərbaycan Respublikasının sabiq təhsil naziri, Ali və Orta İxtisas Təhsili naziri 1993-cü il, Milli Məclisin sabiq deputatı 1990-1995-ci ildə olubdur. Firidun Cəlilov, Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib. Firidun Cəlilov Ramiz Mehdiyevin Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri güclü olub, yüksək səviyyədə olub. Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Təkrar edirəm, Vətəninfo az saytına Azərbaycan Respublikasının sabiq təhsil naziri, xalq təhsili naziri, Ali və Orta İxtisas Təhsili naziri 1993-cü il, 1992-1993-cü il Azərbaycan Respublikası xalq təhsili naziri, 1993-cü il Ali və Orta İxtisas Təhsili naziri, Milli Məclisin sabiq deputatı 1990-1995, Firidun Cəlilov Ramiz Mehdiyev haqqında deyib. Sabiq nazir həmçinin bildirir ki, Ramiz Mehdiyevin xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq bu məsələnin hər tərəfli araşdırılmasının vacib olduğunu bildirib. Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzərinə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib. Keçmiş nazir və sabiq deputat Firidun Cəlilov əlavə edir ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik haqqına imza atan millət vəkillərinə qarşı divan tutulub. Ramiz Mehdiyev öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o Ermənistanın göstərişlərini icra edirdi. İstintaq onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır. Firidun Cəlilov Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyinə vurduğu zərərləri və bu məsələlərə qarşı lazımi hüquqi addımların atılmasını tələb edib. Verilən xəbərdə belə deyilir. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı da unutmayın.
Görək tamaşaçılar nə yazır. Tamaşaçılar nə yazır əziz dostlar?